Torpaq əlimdə, bahar ürəyimdə yarmarkasında bugün nələr yedim nələr. Hər il bu yarmarka açıldıqda səbirsizliklə sınamaq istədiyim məhsul yəqin ki maqnoliyalar olur. Şokolatyerin maqnoliyalarını necə bəyəndiyimi yəqin ki bilirsiniz. İzləyicilərimin də sevimlisidir. Çiyələkli və şokoladlı 6, oreolu 7, püstəli və Dubay maqnoliyaları isə 8 manatdır. Mən bu dəfə çiyələkli ağarzanın maması isə Dubay maqnoliyasını sınadıq. Burada maqnoliyalar xüsusi reseptlə hazırlanır. O qədər bəyənirəm ki, dadını, teksturasını çox dadlıdır. Təbii ki, zövqlər müxtəlifdir. Mənim üçün ən dadlı maqnoliya məhz buradakıdır. Bu arada küləkli havada buranın çayı da çox ləzzətlidir. Biraz gəzdikdən və şəkil çəkdirdikdən sonra isə Corndogs adlı stende yaxınlaşdıq. Bu corndoqları da mütləq sınamalısınız. Mən o qədər bunu bəyənirəm ki və o qədər ac idim ki, həm pendirlisini, həm sosislisini yedim. 2 ədəd bütöv tək başına mən yedim. Qəti peşman deyiləm çünki ləzzətli yemək yeyəndə heç vaxt peşman olmuram. Sosiskalı pendirli 5 manat, bütöv pendirli isə 6 manatdır. Sizə məsləhət görürəm ki, hər dəfə yarmarkaya gedəndə birinin dadına baxasınız, çünki hər ikisinin yeri ayrıdır və hər ikisi çox dadlıdır. Bugünlük bu qədər. Bəs siz artıq yarmarkaya baş çəkmisiniz, aşağıda mütləq qeyd edin.